Hoş gördük, değerli izleyiciler. Ülkede ve dünyada baş verən ən son xəbərlərdən anındaca xəbərdar olmaq üçün Günlük Xəbərlər YouTube kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın. Avqustun 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 45-50% olacaq. Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Rayonlarda havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 15-20 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq. Günlük Xəbərlər YouTube kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.